Salam, xoş gəlmisiniz. Sanaq və tibbi adı ilə akne vulgaris dünyanın ən çox rast gəlinən dəri xəstəliklərindən biridir. Lakin bu xəstəlik haqqında cəmiyyətdə hələ də çoxlu yanlış məlumatlar dolaşır. Bu yanlış inanclar isə çox vaxt insanların üzündə qalıcı çapıqların yaranmasına səbəb olur. Bu videoda sanaq haqqında az bilinən vacib məlumatlardan danışacağıq. Ən böyük yanlış fikirlərdən biri budur ki, sanaq öz-özünə keçəcək, müalicəyə ehtiyac yoxdur. Bəli, bəzi yüngül hallarda sanaqlar zamanla azala bilər. Ancaq orta və ağır dərəcəli aknelər müalicə olunmadıqda dəridə ömür boyu qala biləcək çapıqlar və ləkələr yarada bilər. Çapıq yarandıqdan sonra onu aradan qaldırmaq sanağın özünü müalicə etməkdən daha çətin və daha bahalı olur. Digər geniş yayılmış səhv isə ev şəraitində müxtəlif üsullardan istifadə etməkdir. Sosial mediada limon sürtmək, diş macunu çəkmək, soda, sirkə və müxtəlif qarışıqlarla sanaqları qurutmaq kimi məsləhətlər çox paylaşılır. Lakin bu üsulların əksəriyyətinin elmi sübutu yoxdur. Əksinə, dərinin qoruyucu baryerini zədələyə, kimyəvi qıcıqlanma yarada və ləkələrin daha da tünləşməsinə səbəb ola bilər. Başqa bir təhlükəli vərdiş isə sanaqları sıxmaqdır. Sanağı sıxdıqda iltihab dərinin daha dərin qatlarına yayıla bilər. Bu isə infeksiya riskini artırır və ya qalıcı çapıq əmələ gəlmə ehtimalını yüksəldir. Xüsusilə dərinin və ağrılı sanaqları sıxmaq gələcəkdə estetik problemlərə səbəb ola bilər. Xüsusilə dərin və ağrılı sanaqları sıxmaq gələcəkdə estetik problemlərə səbəb ola bilər. Bir çox insan aptekdən və internet tövsiyəsi ilə təsadüfi kremlər və antibiotiklər alaraq istifadə edir. Halbuki hər sanağı müalicəsi eyni deyil. Dərinin tipi, sanağın ağrılıq dərəcəsi, yaşı, hormonal vəziyyət və digər amillər nəzərə alınmadan seçilən müalicə ya nəticə vermir, ya da vəziyyəti daha da ağırlaşdıra bilər. Bəzən isə sanaq kimi görünən səpkilər əslində akne olmur. Rozaseya, göbələk mənşəli iltihablar və digər dəri xəstəlikləri də sanağa bənzər görünüş yarada bilər. Yanlış diaqnoz isə yanlış müalicə deməkdir. Bəs nə vaxt dermatoloqa müraciət etmək lazımdır? Əgər sanaqlarınız uzun müddətdir keçmirsə, iri və ağrılı düyünlər əmələ gəlirsə, üzdə və ya bədəndə çapıq yaranmağa başlayıbsa, istifadə etdiyiniz vasitələr kömək etmirsə və sanaqlar getdikcə artırsa, dermatoloq müayinəsini gecikdirməyin. Dermatoloq lazım olduqda dəriyə uyğun müalicə planı hazırlayacaq, bəzi hallarda isə hormonal və ya digər səbəbləri araşdırmaq üçün əlavə müayinələr tövsiyə edəcək. Erkən diaqnoz həm daha sürətli nəticə əldə etməyə, həm də qalıcı izlərin qarşısını almağa kömək edir. Unutmayın, internetdə gördüyünüz hər məsləhət sizə uyğun olmaya bilər. Bir insanın fayda verən üsul başqa bir insanın ciddi dəri zədələnməsinə səbəb ola bilər. Dəriniz sizin üçün unikaldır və müalicə də fərdi olmalıdır. Dərinizdə uzun müddət davam edən sanaq problemini ev üsulları ilə həll etməyə çalışmaq əvəzinə vaxtında dermatoloqa müraciət edin. Bu həm sağlamlığınızı, həm də gələcəkdə dərinizin görünüşünü qorumağın ən doğru yoludur. Videonu faydalı hesab etdinizsə bəyənməyi, kanalımıza abunə olmağı və dermatologiya ilə bağlı yeni videoları izləməyi unutmayın. Sağlam və təmiz dəri arzulayıram.